Bəzisi deyir quldurdur. Bəzisi deyir qaçaqdır. Siz necə bilirsiniz? Nə bilim valla. Yani siz onun barəsində heç nə eşitməmisiniz? Niyə? Eşitməyinə eşitmişəm. Deyirlər kasıb Yusufun tərəfini saxlayır. Belə işlər. Əziz izləyicilər, hər birinizi salamlayıram. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Əgər hazırsınızsa, gəlin başlayaq. Stomatoloq səhvi ucbatından cəmi 49 yaşında dünyasını dəyişən xalq artisti Şahmar Ələkbərovun həyat hekayəsi. Bugün sizə Azərbaycan kinosunun unudulmaz simalarından biri, istedadı ilə milyonlarla insanın sevgisini qazanan xalq artisti Şahmar Ələkbərovun həyatından bəhs edəcəyik. O, kino və teatr sənətimizdə silinməz iz qoysa da, taleyi olduqca ağır və faciəli olub. Hətta çoxlarının bilmədiyi bir həqiqət var ki, onun ömrünün bu qədər qısa olmasına səbəb stomatoloji müalicə zamanı baş verən hadisə ilə əlaqələndirilir. Şahmar Ələkbərov 1943-cü ildə Gəncə şəhərində anadan olub. Uşaqlıq illəri burada keçsə də 9 yaşı olanda ailəsi ilə birlikdə Bakıya köçür. Hələ kiçik yaşlarından incəsənətə böyük maraq göstərən Şahmar gələcəyini səhnədə görürdü. Anası isə oğlunun aktyor olmasını istəmir, onun başqa peşə sahibi olmasını arzulayırdı. Lakin Şahmar arzularından vaz keçmir və sənət yolunu seçir. Buyurun. Silahsız çətin olacaq. Gərək bir şey fikirləşək. Bir adam var Göyüş kişi. Söz verib. Kimdir? Gəncə Revkomundandır. Səməd Cavadov. Eşitməmişim. Mən də bu yaxınlarda tanış olmuşam. Ağıllı adamdır. Ağıllı da sözlər dedi çox. Sənə də tapmağı o mənə məsləhət görüb. Çox təriflədi səni. Doğrudan da ağıllı adamıymış. O, Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olur və görkəmli rejissor Rıza Təhmasibin aktyorluq kursunda təhsil alır. Tələbə olduğu illərdə istedadı müəllimlərinin diqqətini cəlb edir və çox keçmədən Azərbaycan Milli Dram Teatrında fəaliyyətə başlayır. Gənc aktyor səhnədə yaratdığı obrazlarla qısa müddətdə tamaşaçıların rəğbətini qazanır. Şahmar Ələkbərovun kino aləminə gəlişi isə Dağlarda Döyüş filmi ilə başlayır. Ardınca bir-birinin ardınca çəkildiyi filmlər onu Azərbaycanın ən sevilən aktyorlarından birinə çevirir. Mən ki gözəl deyildim, 7 oğul istərəm, Axırıncı aşırım, Qatır Məmməd, Arxadan vurulan zərbə, Babək və digər ekran əsərlərində yaratdığı obrazlar bugün də böyük maraqla izlənilir. Onun səmimi oyunu, güclü xarizması və obrazlara xüsusi yanaşması onu dövrünün seçilən aktyorlarından birinə çevirmişdi. Rivayətə görə Ağdil qəzəblənib, bu yerlərin hamısını sehirləmiş, adamları da, heyvanları da vahiməli qayalara çevirmişdi. Arvad bu halda məndən nəvə nəticə istəyir. Yazır ki, madam ki bronun var, gərək evlənəsən. Elə bil ki, bronu adama arvad almaq üçün verirlər. Çünki gicgah elə şeydir ki, qadası, ona ki bir güllə dəydi ha. Dünyanın bütün huri qılmanı mələşə tökülüb gəlsə də heç nə eləyə bilməzlər. Başa düşdün? Mənədir. Ay, sağ ol. Nişan al. Şura hökuməti bir möhür, bir ştamp deyil. Onun paytaxtı var. Qoşunu, cəbhəxanası, topu, topxanası var. Hani sənin paytaxtın? Hani topxanan? Tələsmə, görəcəksən. Harda birləşirik? Necəyəni harda? Danışdıq ki sənlə, çaylıda. Fəttah dayı, bəli. O kişi öldürülən gecə. Siz onu Fazıl müəllimlə bir yerdə görmüsünüz. Necə görməmişəm? Elə buradan keçirdilər. Hətta salamlaşdıq da. Götür qılıncını bir də. Hücumuna söz yoxdur. Müdafiəni unutma. Şahmar Ələkbərov təkcə aktyor kimi deyil, insan kimi də sadəliyi və təvazökarlığı ilə seçilirdi. O, Kamilla xanımla ailə həyatı qurmuşdu. Bu evlilikdən onların İzolet və Ləman adlı əkiz qızları dünyaya gəlmişdi. Aktyor ailəsinə çox bağlı idi və boş vaxtının böyük hissəsini övladları ilə keçirirdi. Lakin həyat onun üçün gözlənilməz və ağır sınaq hazırlamışdı. 1980-ci illərin ortalarında Şahmar Ələkbərov diş həkiminə müraciət edir
Həmin müalicə zamanı onun dili zədələnir. Əvvəlcə adi yara kimi görünən bu problem çəkilişlər zamanı soyuq dəyməsi nəticəsində daha da ağırlaşır. Zaman keçdikcə yara sağalmır və sonradan dil xərçənginə çevrilir. Xəstəlik getdikcə irəlilədiyi üçün aktyorun səhhəti ciddi şəkildə pisləşir. Artıq əvvəlki kimi filmlərə çəkilmək onun üçün mümkün olmurdu. Buna baxmayaraq sənətdən uzaqlaşmır. Aktyorluğu davam etdirə bilməsə də rejissorluğa başlayır və bütün gücünü Azərbaycan kinosuna yeni ekran əsərləri qazandırmağa sərf edir. Məhz həmin dövrdə o Sahilsiz Gecə və Qəzəlxan kimi dəyərli filmləri ərsəyə gətirir. Vurğunam ən təzə söz, ən təzə ifadələrə. Sinəsi dolu xəzinə, ürəyi sadələrə. Ağır xəstəliklə mübarizə aparmasına baxmayaraq, yaradıcılığını dayandırmır və son nəfəsinə qədər sənətinə sadiq qalır. Şahmar Ələkbərov vəziyyəti ağırlaşdıqdan sonra müalicə üçün Almaniyaya yollanır. Həkimlər onun sağlamlığı uğrunda mübarizə aparsalar da, xəstəlik artıq çox irəliləmişdi. Düz 7 il dil xərçəngi ilə mübarizə aparan böyük sənətkar 1992-ci ildə ad gününə cəmi bir həftə qalmış 49 yaşında dünyasını dəyişir. Onun vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itki oldu. Minlərlə insan sevimli aktyoru son mənzilə yola saldı. Şahmar Ələkbərov Bakıda, Fəxri Xiyabanda dəfn edildi. Bugün də onun məzarını sənətsevərlər ziyarət edir. Yaratdığı obrazlar isə yeni nəsil tərəfindən maraqla izlənilir. Şahmar Ələkbərovun ailəsi uzun illərdir ki, xarici ölkədə yaşayır. Lakin aktyorun adı, sənəti və yaratdığı unudulmaz obrazlar Azərbaycan kino tarixində əbədi yaşayacaq. Bəs siz Şahmar Ələkbərovun hansı filmini daha çox sevirsiniz? Fikirlərinizi şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Videonu bəyəndinizsə, kanala abunə olmağı və bildiriş zəngini aktiv etməyi də unutmayın. Növbəti maraqlı videolarda görüşənədək. Sağ olun. ...14 gündən sonra Azərbaycanda Sovet hakimiyyəti quruldu. Qatır Məmməd o günü görə bilmədi.